Bu oyun öz popülerliğini itirmir. Belə YouTube'da da onun oyunları. Özdəki çox dənə gör nə qədər video var bu oyunlarla. O qədər popüler düşüb bu oyun. Hələ də indi zamanlarda da popülerdir. Belə YouTuberlər adlı Creecraft bu oyunu çəkib. Mən də bu oyunu oynamaq istəyirəm. Oyunun da adı Pressure. Birinci gəlirik oyun başlayan kimi. Gedirik və orada kağız yeri var. Məsələn, buradakı kağız kodu. Baxınız üstə, buradakı. Götürürük, yazılıb 35-70. Mən gedirik həmən şu qapıya. Yazırıq 35-70. 35-70. Qapı açıldı. Açıldı. İndi gəlin gedək, sizə sürətləşdirməm, çünki maraqsız olacaq. Biraz gedəndən sonra belə mənim səsim çıxdı. Ha! Sən kimsən? Ha? Niyə belə durmuşsun? Ay, uzaqlaş məndən. Sən mən heç nə eləməzsən. Onlar zəhmətən bu təpəmir. Yaxşı, tərpənməsə də olar. Bu elə karakterdir ki, deyirsiniz ki, bu kimdir? Bu karakter elə bir şey saysaq, düşünün ki, bu karakter nətər baxsızsa. Bu karakter, yəni bilmirəm, amma onun adı Guarddır. Guard ancaq siz baxmayanda ona tərpənir. Əgər siz ona vapşı baxmasaq, o sizi vuracaq. Məsələn, bunun kimi. Davay, gittin. Bir də görmək. Ay, sən hələ vurub sonra da qaldırır. Sonsa bunu da çox sağ ol. Canım doldururum, sən mintivi sayacaq. Görürsünüz, məcbur siz çox baxmalısınız. Həm də bu karakter görürsünüz özünüzdə ventilation ya da ventilyasiyada düşə bilir. Məsələn, bu cutscene'da düşmüşdü. Amma posta mən onu görməmişdim. Və başqa karakterlərdən var. Ona məsələn göstərə bilərik. Məsələn, o mənşi var, dəmir adam. Çıxmış isə o mənşi Guard bizi vurdu. O məcbur siz ikinci əşyası işlətməsiniz ki, onun kör eləməz. Sonra da qorxudan qaçın. Ya da şkafa girin ki, o sizi tapa bilməsin. İndi gəlin sizə bir dənə də karakterlə danışım. Ev ki, bu karakter doğrudan götürülmüşdü. Çünki o Rush kimi özünü algoritma kimi aparır koddan. Amma bunu bilmək hardan gəlir? Yoxsa qaranlıqsa, onun Guard'dan bilmək olar. Çünki Guard özü də şkafa minir. Ya da işıqlı yerdirsə, işıqlar sınır dəstən yanır. Həm də bu karakter əsl dosta kimi sizə tək ata bilər. Başa düşdünüz? Bax, özünüz də gördünüz ki, Guard özü girdi. Baxın, dans da düşür indi. Mən sizə elə demədiyim əşyalardan. Bizdə fənər və işıq, məsələn, paralayan ya da kamera kimi. Və bizdə canlandırma var ki, bizim canımızı doldursun. Və belə hər qədəm kömək edir və balans tutur oyuna. Birdən dosta kimi şkafdan eşmək lazımdır. Qabağımıza çıxırlar. Və desək ki, bu asan oyundur, amma yox. Arada bir elə olur ki, sizə səhv nömrə olur. Ya da başa düşürsünüz ki, sizə vapşı canla bandaj çıxa bilməz. Bu da var. Ona görə elə də var da, başa düşdünüz. Amma bir yer oldu ki, mən öldüm. Baxın üzvüstə. Canım 15 nansısa. Bu da mən hələ də baxır. Gəlsən şey gəlir, dəmir adam. Dəmir adam gəl. Dava getdi şu. Haydi. Nətər? Ax vurdum. Bu nə deməkdir? Ayda. Öldüm. Almadı şey.